Bakının Nizami rayonunda restoranların birində baş verən mübahisə cinayət işi ilə nəticələnib. Bərdə rayon sakini 1991-ci il təvəllüdlü Arzu ofisiant işlədiyi Aşıq restoranının çay otağında həmin restoranda çayçı işləyən Nəcibə ilə mübahisə edib. Araşdırma zamanı məlum olub ki, mübahisə Nəcibənin müştəriyə çayı mürəbbəsiz təqdim etməsi səbəbindən yaranıb. Mübahisə zamanı Nəcibə Arzuya "mənim quyumu qazırsan" deyərək ona şillə vurub. Bundan sonra Arzu qisas almaq niyyəti ilə Nəcibənin alnına əli ilə zərbə vurub. Saçından dartaraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan müxtəlif bədən xəsarətləri yetirib. Faktla bağlı Arzuya Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham irəli sürülüb. Cinayət işinə Nizami rayon məhkəməsində baxılıb. Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs zərər çəkmişlə barışıb və zərər çəkmiş ona qarşı şikayətini geri götürüb. Məhkəmənin hökmü ilə Arzu cinayət məsuliyyətindən azad edilib. Onun barəsində aparılan cinayət təqibinə xitam verilib.